Əgər biz nəsə pislik görürüksə, imkan varsa, əlimizlə dəyişməliyik. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Mən ra'a minkum munkaran falyughayyirhu bi yadihi." Kim bir pislik görürsə, imkanı varsa əli ilə dəyişdirsin. Yəni məsələn sənin öz ailəndə, sənsən orada evin böyüyü. Sən belə eləməlisən ki, evdə pisliklər olmasın. Pis şeyə baxmasınlar, pis şeyə qulaq asmasınlar və əksinə xeyir işlər olsun. Yaxşı əməllər olsun, kitablar olsun, həmçinin gözəl əxlaq olsun. Sən bunun üstündə işləməlisən. Sən məsuliyyətlisən. Allah Subhanahu va Taala deyir ki, Quran-ı Kərimdə: "Ya eyyuhellezine amenu qu enfusakum və əhlikum nara." Ey iman gətirənlər, özünüzü və həmçinin əhlinizi, ailənizi oddan qorunun. Həmçinin iş yerində. Sən öz iş yerindirsən, sən işin sahibisinsə, belə eləməlisən ki, orada haram olmasın. Məsuliyyətlisən. Və ikinci hal, sənin ixtiyarın çatmır, lakin söz deyə bilirsən. Məsələn, sənin qonşundur. Sən orada əllə işləyə bilməzsən. Və yaxud sənin işdə yoldaşındır. Sənin onun üzərində heç bir haqqın yoxdur. Yəni, heç bir tələb eləyə bilmərsən onu. Onu bu halda nə eləməlisən? Necə Peyğəmbər sallallahu deyir? Fəlyuğayyib bilisən, yəni dillə. Çağır onu, deyirə, qardaş, hörmətli qonşu, gözəl qardaş, bu əməl pis əməldir. Və gözəl üslubla bunu elə. Çağır yaxşı işlərə və pis şeylərdən çəkindir. Lakin bəzən olur ki, desən, qəbul edilməyəcək, əksinə fəsad olacaq. Ona görə Peyğəmbər sallallahu deyir ki, axırıncı nədir? Qəlb. Heç olmasa qəlblə bu əməli inkar eləməlisən.